qəbristanlığında olan 1-ci Qarabağ müharibəsinin şəhidlərinin ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. O dövrdəki hansı ki tankın üstünə ov tüfəngi ilə gedən oğlanlar. Tankın üstünə belə tir tüfəngi ilə gedən oğlanlar. Ayaqqabı yox, geyim yox, bronjilet yox, silah yox, sursat yox. Ali Başkomandan yox. Bax o vəziyyətdə, yəni pis vəziyyətdə də gedən insanlar, gedən qardaşlarımız, onların sayəsində günlərim bu sərhəd çəkildi. 20% torpağımız. Əgər onlar olmasaydı, ermənilərin donuzları su içirdi. Bax sizin sayənizdə o torpaq, bax bu buralar qaldı. Allah sizlərin qəhrəmanlığı sizdən öyrəniblər. Sizdən öyrəniblər. Onların hamısının atası 1-ci Qarabağ müharibəsinin qazisi. Allah sizləri var eləsin. Buranı da təşkilatçılığını eləyib, düzəltdirən mən Elşən qardaşıma təşəkkür edirəm. Allah xanıya da qəni rəhmət eləsin. Həmişə bura gələndə, o cümlədən ora gələndə o məktəblərə də gedirdi. Məktəblərdə hansı ki o sizlə bir gedirdi də, o qəhrəmanlığa tərənnüm eləyirdilər. Nəbim də sizsiniz. Bunları tanıtmaq lazımdır.